Ən çox verilən suallardan biri də odur ki, zəli ilə hicamanın arasındakı fərqlər nədir? Zəli ilə hicamanın arasındakı fərq, hicama bədəndə olan toksinləri çıxarır, ölü hüceyrələri təmizləyir. Zəli isə onların yaranmasını qarşısını alır. Ölü hüceyrələrin yaranmasının qarşısını alır, hüceyrələrin analıq xüsusiyyətini artırır. Analıq xüsusiyyəti deyəndə nəyi nəzərdə tutursunuz? Hüceyrələrin uzunsov olması var, yumru olması var. Hüceyrələr uzunsov olanda bir hüceyrə öləndə yerinə bir hüceyrə dirilir. Yəni uşaq vaxtında bir hüceyrə ölür, yerinə 5 hüceyrə dirilirsə, insan müəyyən bir yaşa çatdıqca bir hüceyrə ölür, yerinə bir hüceyrə dirilir. İnsan yaşlaşdıqca isə yaşlanan qədər bir hüceyrə ölür, 2 hüceyrə ölür, biri dirilir, 3 hüceyrə ölür, biri dirilir. O ölmüş hüceyrələr bədəndə qalır, onu hicama vasitəsilə çıxarır. Zəli vasitəsilə isə həmən hüceyrələrin ölməsini qarşısını alır.